Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Amin. Əmmə ba'd. Allahın izniyle cənazə əhkamları adında mövzulara başlayasıyıq. Biz artıq keçən mövzuda cənazənin kəfənlənməsi, cənazənin yuyulması, cənazə namazının qılınması barəsində götürdük əyani şəkildə. Və burada bir neçə məsələlər, çox məsələlər var ki, bunlar dinləyicilər üçün qaranlıq qalıb. Bunları da Allahın izni ilə sual-cavab vasitəsilə aydınlıq gətirməyə çalışasıyıq. Və götürəcəyimiz məsdər, əsas kitab Şeyx Ütheymin rahimehullahın Əhkamul Cənaiz adında kitabıdır. Və bu kitab Şeyx Ütheymin rahimehullaha verilən suallar və şeyxin verdiyi cavablardır. Və biz də buradan istifadə edib faydalanmağa çalışasıyıq Allahın izni ilə. Bir neçə məsələ var ki, bunları inşallah birinci mövzu olduğuna görə qeyd edək. Deməli, məsələ geniş olduğuna görə bunu dərsləri hissələrə böləsirik. Birinci, ikinci, üçüncü hissə bu şəkildə. İkinci məsələ odur ki, çox vaxt aparılmasın deyə ərəbcəsi oxunulmayacaq. Ola bilər bəzi sual-cavabların ərəbcəsi oxunsun, amma yəni ümumi olaraq oxunmayacaq. Azərbaycan dilində sual veriləcək və cavab veriləcək. Ola bilsin ki, sual uzun olsun və cavab uzun olsun və biz çalışasıyıq müxtəsər şəkildə şeyxin sözünü çatdıraq. Və bu şəkildə Allahın izni ilə dərslərimizin müddətini çox uzun olmadan Allahın izni ilə çalışasıyıq ki, faydalanaq. Allahdan istəyirik ki, Allah-u Teala bizə faydalı elm nəsib etsin. Amin. İlk sualımız budur ki, Şeyx Ütheymin rahimehullah sual verilir ki, xəstəni ziyarət etməyin hökmü nədir? Və şeyx cavab verir ki, xəstəni ziyarət etməyin hökmü fərdul kifayədir. Əlavə məlumat olaraq verək ki, fərdul kifayə bir də var fərdul ayn. Fərdul ayn hər şəxsin üzərinə vacibdir ki, yerinə yetirsin. Namaz kimi, zəkat kimi, oruç kimi. Bir də var fərdul kifayə, bir toplum insanın bunu etməsi digər insanların üzərindən həmənki məsuliyyəti qaldırır. Cənazə namazı kimi. Eləcə də xəstəni ziyarət etmək fərdul kifayədir. Dəlil olaraq da Şeyx Ütheymin rahimehullah gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisini müsəlmanın müsəlman üzərində 5 haqqı vardır. Bunlardan biri salam verdiyi zaman ona cavab vermək, salamını götürmək, xəstələndiyi zaman onu ziyarət etmək və vəfat etdiyi zaman onun cənazəsində iştirak etmək və asqırdığı zaman əlhəmdülillah deyərsə, yərhəmukallah demək və beşincisi də dəvət etdiyi zaman dəvətə icabət etmək. Və sonra şeyxa sual verilir ki, ölüm anında, yəni xəstəliyi ağır olan bir insana, o xəstəliyi anında ona tövbə etməyi və həmçində vəsiyyət etməyi, əmr etməyin hökmü nədir? Hansı ki, o şəxsin vəziyyəti ağırdır. Və şeyx gətirir ki, o şəxs ki artıq xəstələnib, fərqi yoxdur, onun xəstəliyi ağırdır və yaxud da ki, xəstəliyi yüngüldür. Şəriətdə gəlib ki, bir şəxsə tövbəni xatırlatmaq. İcazəlidir ki, o şəxsə tövbəni xatırlatasınız və həmçində vəsiyyəti xatırlatasınız. Bir şərtlə ki, xəstəni narahat etməmək şərti ilə, xəstəni narahat etməyəsiniz. Və sual verilir ki, şeyxa ölüm anında bir insana təlqin etməyin, yəni la ilahə illallah kəlməsini deməyi, əmr etməyin hökmü nədir? Və şeyx sual cavab verir ki, hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm gətirir ki, yəni ölümü yaxınlaşan yaxınlarınıza, ölümü yaxınlaşan müsəlmanlara, bir məna olaraq hədisin mənası, la ilahə illallah kəlməsini təlqin edin. Fikir versəz, hədisdə əmr formasında gəlir. Və Şeyx Ütheymin rahimehullah açıqlama gətirir ki, burada vacib deyil ki, insan la ilahə illallah kəlməsini təlqin etsin, vacib deyil.
Vacib nədir? Yəni fərz, mütləq. Biz Peyğəmbər s.ə.v-in sahabələrinə baxsaq, onların həyatında bunu təlqin edənləri də gördük, etməyənləri də gördük. Əgər vacib olsaydı, Peyğəmbər s.ə.v-in sahabələri bunu mütləq edərdilər. Və sual verilir ki, şeyxa, ölüm anında olan insanın qulağına əzan oxunmağın və ona təlqin olunmağın, yəni la ilahə illallah kəlməsini deməyi ona çatdırmağımız və həmçinin də öldükdən sonra onun qəbrinin üzərində mələklərin ona verəcək olacağı sualların ona cavabının deyilməsinin hökmü nədir? Bir şey gətirir ki, ilk öncə ölüm anında olan insanın qulağına əzan oxunmasının heç bir əsası yoxdur və bu bidətdir. Və ikincisi, ölüm anında olan insana təlqin, la ilahə illallah kəlməsinin deyilməsi isə bu şəriətdə varid olmuşdur. Necə ki, bundan qabaqki sualda gəldi. Üçüncüsü isə öldükdən sonra həmənki şəxsə qəbir suallarının verildiyi bir zamanda ona təlqinin olunmasına gəldikdə isə bu da həmçinin bu barəsində səhih bir rəvayət, hədis yoxdur. Yəni bu necə olur? İnsan dəfn olunur və onun başında otururlar, qəbrin üzərində, qəbrin yanında otururlar, baş tərəfində və ona deyirlər ki, səndən mələk soruşsa ki, Rəbbin kimdir və de ki, Rəbbim Allahdır. Səndən soruşsalar ki, dinin nədir? De ki, dinim İslamdır. Və səndən soruşsalar ki, Peyğəmbərin kimdir? De ki, Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləmdir. Bir şey qəribədir ki, yəni subhanallah, insan dünyasını dəyişdiyi zaman, o ölüm anında insana təlqin olunur ki, la ilahə illallahdır. Baxmayaraq ki, insan onun yanındadır və onu eşidir və görür. Bunu deməyə müvəffəq ola bacarmır. Subhanallah. Necə ola bilər ki, insan artıq ruhu bədəndən çıxıb və torpaq altındadır və səni eşitmir və sənin dediyin bu şeyləri təkrarlasın. Bunu demək də həmçinin şeyx gətirir ki, bir əsli yoxdur, bu da bidətdən sayılır. Şəriətdə varid olan odur ki, insan vəfat etdiyi zaman onun qəbrin yanında dayanıb onun üçün bağışlanma diləmək. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qardaşınız üçün bağışlanma diləyin, çünki o indi sorğu-sual olunur. Bu şəkildə varid olub Peyğəmbər sallallahu aleyhi və səlləmdən və onun səhabələrindən dünyasını dəyişmiş, bastırılmış bir insan üçün bağışlanma diləmək, ancaq onun üçün təlqin etmək şəriətdə varid olmamışdır. Və gəlir ki, ölməkdə olan, ölüm anında olan insana Yasin surəsinin oxunması və yaxud da ki, ölmüş bir insana öldükdən sonra Yasin surəsinin oxunmasının hökmü nədir? Və şeyx gətirir ki, ölülərinizin yanında Yasin surəsini oxuyun hədisi zəifdir. İçərisində zəiflik vardır. Buna görə ona əsaslanmaq olmaz. Yəni zəif olduğuna görə ona əsaslanmaq olmaz. Əgər bu hədis səhih olsaydı, onun ruhu bədəndən çıxmadan öncə oxunması daha uyğun olardı. Yəni buradan bildirilir ki, yəni ölmüş bir insana Yasin surəsini oxumaq şəriətdə varid olmamışdır və onun barəsində varid olan hədis isə zəifdir və zəif hədisə də əməl olunmur. Və şeyxa sual verilir ki, təlqin nə vaxt edilir? Təlqin, yəni la ilahə illallah kəlməsi nə vaxt edilir? La ilahə illallah kəlməsi insanın ölümündən öncə ona dezdirilir, o da gözəl bir şəkildə. Yəni, la ilahə illallah. Ona xatırlatılır, ona məcbur edilmir. Allah qorusun, yəni əgər məcbur edilərsə, o insanın o anda küfr etməsi, onu inkar etməsi bu dünyadan pis sonluqla köçməsinə səbəb olmaq deməkdir. Allah qorusun və siz də buna səbəb ola bilərsiniz. Yəni, sadəcə insanın yanında xatırladıla bilər. Və deyilə bilər ki,
ey atam, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, kimin son sözü la ilahə illallah olarsa cənnətə daxil olar. Və bunun kimi bu şəkildə gözəl bir şəkildə ona xatırlatılması yaxşı olar. Ancaq bir şəxsin la ilahə illallah de, la ilahə illallah de və bu şəkildə onu məcbur etməsi Allah qorusun düzgün deyil. Baxın Peyğəmbər sallallahu əleyhi və səlləmin Peyğəmbər sallallahu əleyhi və səlləm əmisinə necə təlqin etmişdi və demişdi ki, ey əmi, la ilahə illallah de. Bu Allah yanında sənin üçün dəlil olacaq bir kəlmədir. Və baxırsınız ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin əmisi bu sözü deməyə müvəffəq olmamışdı. Ancaq sonradan Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrin üzərində hər hansı bir şəxsi təlqin etməsi və yaxud da ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hər hansı bir qəbrin üzərində Quran oxuması, Yasin surəsini oxuması varid olmamışdır. Yəni bir şəxsin bunu etməsi bidət sayılır. Və sonra şeyğa sual verilir ki, insan dünyasını dəyişdiyi zaman onun çənəsinin bağlanılması və həmçində gözlərinin bağlanılması şəriətdə varid olubmu? Və şeyx cavab verir ki, meyitin çənəsinin bağlanması və oynaqlarının yumşaldılmasına gəlincə, bunun sünnədə əsası vardır. Fəqihlər, yəni çənənin bağlanılmasını şəriətdən görürlər. Çünki əgər bir şəxsin çənəsi bağlanmasa, ağzı açıq olarsa, o artıq həmənki meyitin şəklini dəyişir və onu tanınmaz bir hala salır. Ona görə yaxşı olar ki, çənəsi bağlansın və həmçinin yuyulduğu zaman ağzına suyun getməsi və həmçində cənazənin ağzından onu yuyan insan üçün pis bir iyin gəlməsinin qarşısını alır. Ona görə çənənin bağlanması alimlər məsləhət görürlər və şəriətdə görürlər. Və gözlərin bağlanmasına gəldikdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm dünyasını dəyişmiş bir şəxsin yanına gəlir və onun gözləri açıq olur və Peyğəmbər sallallahu əleyhi və səlləm əli ilə onun gözlərini bağlayır və deyir ki, ruh, gözlər bədəni tərk edən ruhun arxasınca baxır. Və ruh bildiyimiz kimi ayaqlardan çəkilir və fikir versəz ölüm anında ölən insanın ilk öncə ayaqları soğuyur və artıq son anda xırıldayır və ayaqlardan çəkilərək ruh boğazdan çıxarılır. Allahdan afiyət istəyirəm, hər birimiz üçün xeyirli bir ölüm istəyirəm və gözlər də aşağıdan yuxarı bədəndən çıxardılan ruhun arxasınca baxır. Peyğəmbər s.ə.v-in etdiyi əmələ görə sünnədən sayılır ki, ölmüş bir insanın gözlərinin bağlanılması. Və sonra şeyğa sual verilir ki, meyitin bir şəhərdən başqa bir şəhərə aparılmasının hökmü nədir? Və şeyx gətirir ki, əgər məsləhət varsa, əgər zərurət varsa, icazəlidir ki, meyiti bir şəhərdən başqa bir şəhərə aparılsın, ancaq şərt olaraq meyit parçalanmasın. Əgər meyitin parçalanma qorxusu yoxdursa və həmçində zərurət varsa, bu zaman meyit, cənazə bir şəhərdən başqa bir şəhərə aparılır. Parçalanması nə deməkdir? Yəni, meyitin iylənməməsi, cənazənin iylənməməsi və xarab olmaması üçün iç orqanları çıxardırılır. Və bu da yəni həmənki meyit üçün əziyyətdir. Biz bunu hiss etməsək belə, onun üçün əziyyətdir və meyitin cənazənin haqqına girməkdir. Və ona görə icazəli deyil ki, şəriətdə ölmüş bir insan ölmüş olsa belə onunla kobud bir şəkildə rəftar olunsun. Necə insanla rəftar olunursa, həyatda olan sağ insanla rəftar olunursa, yəni meyitlə də, cənazə ilə də o şəkildə rəftar olunur. Və əgər burada cənazənin yarılması yoxdursa, qorxusu yoxdursa və həmçində zərurət varsa, başqa bir şəhərə, öldüyü yerdən başqa bir şəhərə aparılması icazəlidir. Ancaq yaxşı olan odur ki, harda dünyasını dəyişmişdirsə, orada bastırılsın. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabələri kimi. Onlar fikir versəz, bütün dünyaya yayıldılar və harda dünyalarını dəyişdilərsə, vəfat etdilərsə,
orada da bastırıldılar. Və şeyxə sual verilir ki, cənazənin evdə saxlanılması və cənazə namazının gecikdirilməsi, meyitin hazırlanmasının gecikdirilməsi icazəlidirmi ki, onun yaxınları gəlsin, çatsın? Və şeyx sual verir ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə müxalifdir. Çünki sünnədə gələn odur ki, cənazəni tez aparın. Əgər o salih bir insandırsa, onu xeyrinə, çatacaq olacaq xeyrinə tez çatdırın. Əgər şər insandırsa, onun şərrini sizdən tez uzaqlaşdırın. Məna olaraq bu şəkildə hədis varid olub. Peyğəmbər s.ə.v buyurur ki, tezləşdirin, cənazəni tez aparın deyə Peyğəmbər s.ə.v əmri var. Ona görə cənazəni gecikdirmək sünnəyə müxalifdir. Ancaq şeyx gətirir ki, burada əgər ehtiyac olarsa, zərurət olarsa 1 saat, 2 saat və bunun mislində cənazəni biraz gecikdirmək olar. Ancaq cənazəni həddən artıq çox saxlamaq icazəli deyil. Həmçinin şeyxə sual verir ki, bəzi insanlar hələ ölməmişdən öncə özləri üçün qəbir qazdırırlar, özləri üçün harda bastırılacaqlar, oranı təyin edirlər və bu icazəlidirmi? Və şeyx sual cavab verir ki, əgər ümumi müsəlmanların qəbirstanlığıdırsa, bu zaman yaxşı deyil ki, icazəli deyil ki, şəxs özü üçün orada yer ayırsın və digər dünyasını dəyişmiş şəxslərin haqqına girsin. Və bəzən fikir versəz, bəzən yer darlığı olur qəbirstanlıqda və bu zaman bir şəxsin yer tək saxlaması, özü üçün yer ayırması ora gələn digər insanlar üçün, cənazələr üçün çətinlik yaradır. Əgər belə bir hal varsa, icazəli deyil. Ancaq şəxsi bir yerdirsə, o zaman insan özü üçün yer ayıra bilər. Necə ki, Ayşə radiyallahu anhə etdiyi kimi. Ayşə radiyallahu anhə, fikir versəz, Peyğəmbər sallallahu aleyhi və səlləm Ayşə radiyallahu anhənin hücrəsində, yəni otağında dünyasını dəyişdi. Orada dəfn olundu. Çünki Peyğəmbərlər harda ölürlərsə, harda dünyadan dünyasını dəyişirlərsə, orada bastırılırlar. Və həmçinin onun yanına Ayşə radiyallahu anhənin atası Əbu Bakr radiyallahu anhu dəfn olundu və Ayşə radiyallahu anhə də orada özü üçün özünün dəfn olunmasını istəyirdi və Umar radiyallahu anhu ondan icazə istədi və ondan sonra fikir versəz, ora dəfn olundu Umar radiyallahu anhu. Buna qədər baxın, Ayşə radiyallahu anhə oranı özü üçün saxlamışdı. Çünki öz otağı idi. Yəni, alimlər gətirirlər ki, əgər öz mülküdürsə, öz ərazisidirsə, orada icazəlidir. Ancaq bütün müsəlmanlara aid olan bir yerdirsə, digər müsəlmanlara əziyyət vermək icazəli deyil. Və həmçinin sual verilir ki, suilə fədlətə şeyh rahimehullahu ta'ala həl yecuzu il-insani ən yusi bidəfnihi fi məkanin mə? Sual verilir ki, bir müsəlmana icazəlidirmi ki, özünü müəyyən bir yerdə dəfn olunmasını vəsiyyət etsin? Və şeyx da sual verir ki, nəam, yecuzu ən yusi bidəfnihi fi məkanin müəyyənin idə kənə mimmə yecuzu dəfni fih. Və şeyx icazə verir ki, bəli, icazəlidir. Əgər orada dəfn olunmaq şəri baxımdan icazəlidirsə, insan bunu nəsihət edə bilər, ölümündən sonra bunu etsinlər deyə. Ancaq, əmmə idə kənə lə yecuzu dəfn fihi kəl-məscidi fələ yecuz tənfizi əl-vasiyyətihi. Əgər şəri baxımdan dəfn olunması icazəli olmayan bir yer olarsa, məscid kimi, bu zaman onun vəsiyyəti yerinə yetirilmir. Məsələn, misal olaraq, əgər bir şəxs kənddə yaşayıbsa və sonra başqa bir şəhərə köçmüşdürsə və vəsiyyət edə bilər ki, məni doğulduğum kənddə və yaxud doğulduğum rayonda dəfn edin. Bunu vəsiyyət edə bilər, icazəlidir. Ancaq bir şəxs vəsiyyət edə bilməz ki,
mənim məsciddə basdırın və yaxud da ki, məscidin önündə basdırın. Bu məscidi mən tikmişəm, vaqf etmişəm, məni məscidin önündə basdırın. Bu şəkildə vəsiyyət etməsi birincisi icazəli deyil, ikincisi vəsiyyət etsə belə o vəsiyyətə əməl olunmur, çünki şəriətə müxalif olduğuna görə. Əgər bir şəxs vaqf üçün bir yeri vermişdirsə, məsələn, məscid vermişdirsə və bu zaman o artıq etdiyi vaqf onun mülkiyyətindən çıxıb. Artıq onun mülkiyyəti deyil. O həmənki vaqf etdiyi yerdən özü istədiyi kimi istifadə edə bilməz. Ona görə də bəzi insanlar bu şəkildə edirlər, müəyyən bir yeri vaqf edirlər məscidin tikilməsi üçün və sonra da özlərini həmənki məscidin həyətində bastırılması üçün vəsiyyət edirlər. Artıq o vaqf onu verdikdən sonra onun mülkiyyətindən çıxır və həmənki şəxsin vəsiyyəti də həyata keçirilmir ki, şərii baxımdan icazəli olmadığına görə. Bugünlük bununla kifayətlənək. Allahdan eşitirik ki, Allah-u Teala eşidib faydalanmaq nəsib etsin. Əmin. Subhanəkə Allahumma və bihamdik. Nəşhədu ən la illə ənt. Nəstəğfiruka və nətubu iləyik.